Birinci başlayırıq soğandan. Deməli, soğan dünənlərdə göstərdim. Deməli, bir dənə belə arxadan, bir dənə qabaqdan belə kəsirik. Bunun bir dənə beləsindən getdik. Çox rahat şəkildə belə, bir dənə belə bir dənə üst şəkildə doğrayırıq. Çox xırda yox ki, döşəmənin altında əzilməsin. Belə. Deməli, uşaqlar, toyuqda ən qəşəng, yumuşaq, ən yeməli yeri but dibidir. Bax, but dibi. Yəni, bundan qəşəng toyuqda yeyiləsi bir yer yoxdur. Yüngülvar şəkildə çərtdik. Belə çərtirik. Altdan ki düzmürük düyünün altında. Bu hissədən qoyuruq. Buradan belə qoymuruq. Elə ki sümüyü aşağı, çünki par vurdıqca bunun şirəsi düşür aşağı. Orada dəm alır. Tutalım ki biz axşam döşəmə plovumuzu eləyəcəyik. Bunu səhər-səhər bu qaydada doğradım. Atdım toyuğu, əlavə elədik üzərinə soğanın. Ən azından bir gün qalsa daha yaxşı olur. Duzunu vurduq, bunun belə qəşəng. İstiotunu vurduq. Duzunu vurduq. Bu qaşdırırıq. Soğanla bir yerdə. Bu şəkildə bu. Bir gün soyuducuda qalsa, yəni bastırılmış şəkildə bir gün qalır. Sonra qoyursan bunu düyünün altına. Həm döşəmə plov yeyirsən, həm də elə bilirsən ki, kabab yeyirsən. Yəni bir gün saxlasaq çox qəşəng olar. Kökü torpanın böyük gözündən keçirdirik. Əlavə edirik. Daha deməli, bunun 75% bişməlidir ki, çünki nəyə görə? İstəyir döşəmə plov, istəyir normal plov, ən azı 40 dəqiqə yüngül temperaturda, yəni qazda, o şam kimi yanır, o cür qaydada, ən azı 40 dəqiqə dəmdə qalmalıdır. Ona görə bunun 75%-ni bişirir ki, 25% dəmdə qalanda tamamlansın. Və dəndən olsun da. Qazanımız geniş olsa, düyü o qədər dəndən çıxacaq.
Suyu belə qaynadanda da gül xodda qaynatmaq lazım deyil. Orada qaynayır, 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 yarısı pişir, yarısı pişmir. Çox gül xod vermək lazım deyil. Xodumuzu əlavə edirik. Yenə də deyirəm, istəyən bu döşəmə plovu sadə düyü ilə də eləyə bilər. Qaragöz lobya ilə də eləyə bilər. Xodumuzu əlavə edirik. Xodumuzu. Sarı kök. Sarı kökdə də elə bir kraska, bir balaca tam kimi. Sap-sarı. Beş kiloluqlar da olanda, onlar çox qəşəngdir. Amma o plasmas qabda olanlardan heç xoşum gəlmir. Ola bilən kimisə bəyənir, amma mən istifadə edəmirəm. Ancaq 5 kiloluq. Çünki onlar çox qəşəng çıxır. Tərəvəzi belə boşaldırıq. Xalis tərəvəzi oluşdururuq. Sümüklü tərəfini biz aşağı qoyuruq. Sümüklü tərəfini aşağı. Çünki belə qoyuruq ki, bu sokun buraxıb öz şirəsində pişsin deyənə. Beləsini qoysaq yandıracaq. Xodu verdim. Xod qoyuruq. Düzlüyü belə. Belə. Soğanı əlavə edirik. Sevindi. İki yerdən deşirik bunu. Elə ki, bu dağ formasında olmalı düyün. Sonra bir-iki də yerdən belə deşirik bunu belə. Ki, aşağıdan bunun buxarı çıxıb, o üstünü dəmlətsin deyə. Qapağını qoyuruq. Bu şəkildə.
Sözde var.